Nasıl doktor, kolonoskopiya yalnız yaşlarda lazımdır. Bu doğrudur yoxsa mifdir? Mifdir. Kolonoskopiya 40 yaşından yuxarı hər kəsə tövsiyə olunur. Xüsusən də əgər genetik olaraq ailədə kolon polipləri, kolon xərçəngi, yəni bağırsaq xərçəngi görülübsə də mütləq 40 yaşından yuxarı hər kəs kolonoskopiya olmalıdır. Mədə qoruyucu dərmanlar uzun istifadə olunarsa ziyan etmir. Yanlışdır. Uzun müddət istifadə etmək olmaz. Mütləq həkim nəzarətində istifadə etmək lazımdır. Çünki biz onları başlayırıq, sonra dozasını azaldırıq, idamə dozunu saxlayıb sonra kəsirik. Uzun müddət istifadə olunarsa atrofik qastritə, mədə poliplərinin yaranmasına və daha da ağır nəticələrə gətirib çıxarda bilər. Detoks çayları qaraciyəri təmizləyir. Detoks çayları qaraciyəri təmizləmir. Qaraciyəri təmizləməkdən ötəri heç nə etmək lazım deyil. Sadəcə sağlam qidalanmaq, bol su içmək yetərlidir. Qaraciyər piylənməsi yalnız çox yeməkdən olur. Yanlışdır. Təkcə çox yeməkdən olmur. Həmçinin bəzi dərman preparatlarının qəbul olunması, xüsusən də aktiv olmayan həyat tərzi, oturaq həyat tərzi qaraciyər yağlanmasına gətirib çıxarda bilər. Həmçinin başında spirtli içki qəbulu durur. Gluten həmişə şişkinlik yaradır. Gluten hər zaman şişkinlik yaratmır. Kimdə glutenə qarşı həssaslıq var, onlarda yaradır. Mədə ağrısı həmişə xora deməkdir. Mədə ağrısı xora demək deyil. Xora bəli ağrı verər, xüsusən ac qarnı olanda və yaxud da yeməklərdən 1-2 saat sonra. Lakin bəzən şiddətli ağrı ilə gələn xəstədə ancaq qastrit aşkarlayırıq. Bəzən ağrıların səbəbi mədəaltı vəznlə əlaqədar ola bilər, lakin mədə bilərsiniz. Bəzən ürəklə əlaqədar ola bilər, yenə epigastral ağrı kimi bilərik, mədə ağrısı kimi. Bəzən də stresslə əlaqədar ola bilər, xora kimi qəbul edə bilərik. Ona görə ağrı varsa mütləq həkimə müraciət edin.